Deməli, belə bir sualımız var ki, A, B, C bir-birindən fərqlidir. Yəni, bir-birinə bərabər deyil və R çoxluğundadır. Bizə deyir ki, bu ifadə bir tam qiymət alır. Yəni, deməli, bu buna tam bölünməlidir ki, tam sayı eşit olsun. Deyir, hansı mütləq şəkildə mənfidir? İndi biz 10 üstü A-nı 5 üstü A vurulsun 2 üstü A kimi yaza bilərik. 15 üstü B-ni 5 üstü B vurulsun 3 üstü B kimi yazırıq, bölünsün. 125 üstü B-ni bilirik ki 125 5-in kubudur. 5 üstü 3 üstü B yazırıq. Yəni 5 üstü birbaşa 3 B yazaq. Vurulsun 6 üstü C-də 2 üstü C vurulsun 3 üstü C yazıram. Baxın, burada 5 üstü A-nı 5 üstü B-yə vuranda, yəni əsas eynidirsə qüvvətlər toplanır. 5 üstü A plus B vurulsun 2 üstü A vurulsun 3 üstü B şəklində bölünsün. 5 üstü 3 B vurulsun 2 üstü C vurulsun 3 üstü C. İndi bunlarda yenə görürük ki, baxın 5, 5, 2, 2, 3, 3 eyni əsaslar var. Bölmədə bilirik ki, çıxma kimi ayrılır. 5 üstü A plus B çıxılsın 3B vurulsun 2 üstü A minus C vurulsun 3 üstü B minus C. 5 üstü A minus 2B vurulsun 3 üstü A minus C 3 üstü B minus C. Baxın, bu bir tam sayı olmalıdır. Bunların deməli hamısı müsbətdir. Oldu mu? Biz bunu bildik. Baxın, bizə negativləri istəyir. Baxın, A minus C müsbətdirsə, C minus A mənfidir. Yəni, birincisi kesinlikle negativ olur. 2-yə baxırıq, B minus C, baxın, dedik ki, bu müsbətdir, bunu çıxdıq. A minus 2B-də dedik ki, müsbətdir. Deməli, yalnız 1-dir doğru cavabımız. Yalnız 1. Yalnız 1 də A variantında.